Azərbaycan Respublikasının prezidenti tərəfindən 2026-cı il 14 yanvar tarixində təsdiq edilən Azərbaycan mədəniyyəti 2040 Azərbaycan Respublikası mədəniyyət konsepsiyası Ermənistanda narahatlıq yaradıb. Əsasən də xülasə hissəsində özünə yer tapan hissələr. Konsepsiyanın əsas hədəflərindən biri də Azərbaycanın öz tarixi coğrafiyasına mədəni qayıdışını, Azərbaycan xalqının məhv edilən və dağıdılan tarixi, mədəni irsinin bərpasını təmin etmək, birləşdirici amil kimi Azərbaycan dilinin regional rolunun bərpasına nail olmaqdır. Elmi və analitik Geğard Fondu yazır ki, konsepsiyada Qərbi Azərbaycan adlı ekspansionist və uydurma tezis birbaşa qeyd olunmur. Lakin nəzərə alsaq ki, bu tezis birbaşa ölkə prezidenti səviyyəsində irəli sürülür, onun sənəddə əks olunmaması mümkün deyildir. Konsepsiyanın maddələrinin birində deyilir, Azərbaycan xalqının mədəni irsinin mənimsənilməsi, qorunması və bərpası ilə bağlı tədbirlərin Azərbaycan xalqı tərəfindən yaradılmış mədəni irsin yerləşdiyi tarixi, coğrafi ərazidə həyata keçirilməsi. Bu bəndin icrasına məsul qurumlar Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Elmlər Akademiyası və digər dövlət strukturlarıdır. Xatırladaq ki, İlham Əliyevin göstərişi ilə bu istiqamətdə Milli Elmlər Akademiyasının struktur bölmələrinin yaradılmasına hələ 2024-cü ildə başlanmışdı. Nəticədə Əlyazmalar İnstitutunda Qərbi Azərbaycanın qədim əlyazma və sənədlərinin tədqiqi şöbəsi açılmışdı. Bakıxanov adına Tarix İnstitutunda Qərbi Azərbaycanın tarixi, Etnografiya İnstitutunda Qərbi Azərbaycan folkloru, Nəsim adına Dilçilik İnstitutunda isə Toponimika şöbəsi yaradılmışdır. Azərbaycanda bir sıra digər qurumlar da tarixin yenidən yazılması ilə məşğuldur. Bu fəaliyyətin məqsədi ermənilərin Ermənistan və region üçün yerli xalq statusunu inkar etmək, əsrlər boyu yaradılmış erməni mədəni irsini mənimsəmək və məhv etməkdir. Prezident İlham Əliyev tərəfindən verilən istiqamətlər həm konsepsiya, həm də Azərbaycan Milli Elmlər Akademiyasının strukturlarının fəaliyyətinə aiddir və məhz bu kontekst daxilində Qərbi Azərbaycan adlandırılan konsepsiyada qiymətləndirilməlidir. Arayış, Geğard, Əyribəng monastırına verilən addır. Geğard tərcümədə nizə mənasını verir. Çarmıxa çəkilmiş İsanı Longin nizəsi ilə deşiblər. Deyilənə görə, Ermənistan ərazisinə həmin nizəni bir çox digər müqəddəs əmanətlərlə birlikdə Həvvari Faddey gətirmişdi. Hazırda Eçmiəzin Kafedral Muzeyində saxlanılan nizə güya həmin nizədir. Ellər rayonu aşağı Axtadan Baş Gərniyə gedən yolun sağında Gedərin bir qolu olan Bəşərni çayının ətrafında 1931-ci ildə yerli əhali Azərbaycanlılar köçdükdən sonra dağılmış Əyribəng kəndində yerləşən 4-cü əsrə aid Alban Qıpçaq xristian abidəsinin özü, adı, daşları da erməni saxtakarlığının qurbanı olmuşdu. Bu saxtakarlığı və nizə nağılını ad seçən Geğard Fondu erməni tarixi ilə məşğul olduğunu desə də, Azərbaycan əleyhinə erməni, rus, ingilis, ərəb və Azərbaycan dilində geniş təxribat xarakterli təbliğat aparan şeytan yuvasıdır. Sonuncu yazıda isə narahatlıq ermənilərə görə deyil, onların Azərbaycan gerçəkliyi üzərində qurulan, UNESCO-ya qədər aparıb çıxarılan yalanların ifşa olunmasına görədir. Tarix qaldırılsa, nizə və Geğard yalanının altında Əyribəng, Azərbaycan mədəniyyəti və əhalisi 1918-ci ildə Dro tərəfindən qətlə yetirilmiş, qovulmuş Gərnibasarın gerçəkliyi, ermənilərin insanlığa və mədəniyyətə qarşı soyqırım əməlləri üzə çıxacaq. Ermənistan Milli Assambleyasının nümayəndə heyətinin üzvü, Hayastan fraksiyasının deputatı Armen Gevorkyan, Avropa Şurası Parlament Assambleyasında Qərbi Azərbaycan konsepsiyasından ciddi narahat olduğunu dilə gətirib. Ermənistanda müharibə partiyası yoxdur. İlham Əliyevin Ermənistanın suveren ərazilərini Qərbi Azərbaycan adlandıran aqressiv ritorikasına qarşı çıxmaq əlbəttə ki, müharibə istəyi demək deyil, deyən Gevorkyan, ermənilər bugün tərəfləri 44 günlük Qarabağ müharibəsi zamanı və ondan sonra Ermənistandan tələb olunan çətin, lakin zəruri kompromislərə bənzər addımlar atmağa hazırdılar, qeyd edib. Bugün mövqe tutmaq çətindir. Çünki ABŞ və Avropanın Ukrayna müharibəsinə yanaşmaları arasında fərqlər getdikcə daha aydın görünür. İndi isə heç bir ironiya olmadan güman edə bilərəm ki, Qrilandiya ətrafında yaranmış vəziyyət Ermənistan üçün növbəti məcburi seçimə, ABŞ və ya Avropa, Avropa üçün isə ABŞ və ya Şərq seçiminə gətirib çıxara bilər. Ermənistanın suveren ərazilərinin işğalı ilə bağlı narahat, Vaşinqton razılaşmalarının icrası üçün real və beynəlxalq təminatlar hardadır? Sualı sülhə hücum deyil. Erməni xalqı maraqlarının irəli aparılması alətinə çevrilmiş sülh üçün həddən artıq yüksək bədəl ödəyib.
Ermənistan məcburi seçimlər şəraitində mövcud ola bilməz və balanslı, praqmatik qərarlar vermə imkanına malik olmalıdır. Avropa Şurasının Ermənistandan maraqlar ətrafında deyil, dəyərlər ətrafında həmrəylik gözləməsi vacibdir, deyə çıxış edən deputat əsl erməni xislətini üzə qoyur. Yəni, Avropa, sənə qovuşmaq üçün biz çox qurbanlar verdik. İndi də ABŞ-ın əli ilə Azərbaycan, Qərbi Azərbaycan qurmaq istəyir. Bizə yardım edin. Ağuşunuza alın ki, sizə görə verdiyimiz qurbanların əvəzində heç olmasa bu sərhəddə mövcud olaq. Əlləri artsaq və genosid yalanından üzülən ermənilər indi də əlimizdə olan Ermənistanı qorumağa kömək edin adıyla dilənçilik və dəstək gəzmə əməllərinə başlayıblar. Koçaryanın dəstəsindən olan deputat Andranik Tevanyan isə Qərbi Azərbaycana qayıdış və pozulmuş Azərbaycanlıların hüquqlarının bərpasını növbəti siyasi oyunun mövzusuna çevirir. Մեր հասարակությանը մենք պետք է շատ բարձ եւ բաց ներկայացնենք. Biz cəmiyyətə çox açıq və aydın şəkildə izah etməliyik ki, Türk-Azərbaycan ön şərtləri nə deməkdir? Danışıqlar barədə yalan deyilir. Güya Ermənistan və Azərbaycan arasında bərabər danışıqlar aparılır. Reallıqda isə Ermənistan bu münasibətlərdə tərəf deyil, girovdur. Sadəcə olaraq Türk-Azərbaycan ön şərtlərini qəbul edir. Bu ön şərtlər nələrdir? Mən onları qısa maddələrlə sadalayacağam. Birincisi, Ermənistanın müdafiə qabiliyyətinin zəiflədilməsi. İkincisi, Ermənistanın regiondan çıxarılması və müttəfiqlərdən məhrum edilməsi. Üçüncüsü, Rusiya hərbi bazasının çıxarılması. Dördüncüsü, dövlətçiliyin zəiflədilməsi. Yeddincisi, təzminatlar. Bu yolla biz 3-cü Respublikanın əsaslarından tamamilə imtina etmiş oluruq. Bu xətt davam etdirilsə, daha qısa şəkildə bunu Qərbi Azərbaycan adlandıracaqlar. Bu örtülü şəkildə aparılan siyasətdir. Elə buna görə də Türkiyənin Xarici İşlər Naziri açıq şəkildə bəyan edir ki, Cənubi Qafqaz Türkiyənin təsir zonasıdır. Sözdə blokadadan çıxma əslində Zəngəzur dəhlizidir. Bundan Azərbaycan qazanır. Türkiyə qazanır, dolayısıyla Birləşmiş Ştatlar da qazana bilər. Amma nə erməni xalqı, nə də Ermənistan Respublikası qazanmır. Reallıq ondan ibarətdir ki, bu proseslə Ermənistan mühasirəyə alınır. Əksinə, Türkiyə və Azərbaycan üçün nəzarətsiz tranzit əraziyə çevrilir. Azərbaycan açıq şəkildə bildirir ki, güya birgə yaşayış mümkündür. Amma paralel şəkildə erməni mövcudluğunu aradan qaldıran mexanizmlər tətbiq olunur. Macron, Michel, Borrell, Biden birbaşa Qarabağla bağlı məsuliyyət daşıyırlar. Nikol Paşinyan Ermənistanın Zelenskisi və Saakashvilisidir. Bizə xarici layihələrin icraçısı yox, milli hakimiyyət lazımdır. Erməni ritorikasının mahiyyəti bu çıxışda açılır. Emosional reaksiya ilə rasional argument bir-birinə qarışdırılır. Biz müharibə istəmirik tezisi ilə çıxışa başlayan revanşistlər Azərbaycanın taxıl və yanacaq dəhliz açmasını, Qərbi Azərbaycan məsələsi ilə bağlı addımlarını sülhə təhlükə kimi təqdim edirlər. Ermənistanı girov, təzyiq altında olan tərəf məcbur edilən kimi təqdim etməklə gələcək təhlükə xəbərdarlıqları üzərindən manipulyasiya edirlər. Paşinyanı xalqı fəlakətə aparan lider kimi təqdim edərək özləri üçün xalq toplamaq istəyirlər. Ուրեմն համազեկուցողները հետաքրքրում է, ասում են սահմանադրական հանրակրթի է խոստացել որ Փաշինյանը, ասեմ հետ։ Deyirlər ki, güya konstitusiya referendumu vəd edilib. Kimə və nə vaxt vəd edilib? Bu hansı referendumdur? Azərbaycan bununla Ermənistanın qarşısına keçirilməsi çətin olan bariyerlər qoyur. Məqsəd odur ki, Ermənistan bu tələbləri yerinə yetirə bilməsin. Və sonra desinlər, baxın, sülh sazişini imzalamadınız. Bu qeyri-müəyyənlik qalacaq və təzyiqlər artacaq. Ermənilər faktiki olaraq Əliyevin dediyi referendumda iştirak etməyə məcbur ediləcəklər. Sonra deyəcəklər, biz artıq Ermənistanı tanımırıq. Çünki siz öz dövlətinizin əsas sənədlərini dəyişmisiniz. Halbuki Konstitusiya Məhkəməsi açıq şəkildə bildirib ki, bu mövzu bağlanıb. Azərbaycan sülh sazişini imzalamaq istəyirsə, referendum tələbi olmadan imzalamalıdır. Bu saxta tələbdir. Ermənistan iqtisadiyyatı kimdən asılıdır? Rusiyadan. Bəli, ciddi asılılıq var. Onda Avropa İttifaqına necə gedəcəyik? Paşinyanın Azərbaycan və Ermənistan enerji sisteminin birləşdirilməsi çıxışı isə əsl isterikaya səbəb olub. Erməni cəmiyyətində bunu AES-in bağlanması, enerji baxımından Ermənistanın tam Azərbaycanın nəzarətinə keçməsi kimi təqdim edənlər çoxalıb. Paşinyanın Ermənistanı silahlanmaq, müharibəyə hazırlaşmaq fikri olmadığını səsləndirməsini isə rəqibləri onun məğlubiyyətlə razılaşması kimi təqdim edirlər.
Artıq Trip layihəsi və onun gerçəkləşməsi məsələsi reallığa çevrildiyindən revanşistlər də indi enerji məsələsində israr edirlər. Həmçinin dəhlizin işə düşməsi ilə Azərbaycanlıların qovulduqları ərazilərə qayıtması gerçəyinin qaçılmaz olduğunu anlayıb, onların heç olmasa ancaq Zəngəzur ətrafında məskunlaşması ilə kifayətlənməyi, digər ərazilərdə yerləşməməsinə nail olmaq istəyirlər. Azərbaycan, daha doğrusu Qərbi Azərbaycan qorxusu, beynəlxalq hüququn bərpası, ermənilərin 136 illik cinayətlərin ifşa olunması və Ermənistanda yaşamaq istəməyən ermənilərin tərk edib getdikləri ərazilərin Azərbaycanın biznes layihələrinə yönələcəyindəndir. Amma təskinlik üçün erməni cəmiyyətinə deyiləcək sözümüz yoxdur. Gerçəyi anlayırlar. Qalır doğru qiymətləndirmək və tarixi prosesə əngəl yox, yardımcı olmaq yolu ilə erməni xəstəliyindən sağalmaq.